Şəxsən özümlə bağlı deyirəm. Videolar qabağıma çıxanda o qədər utanıram. Əksəriyyəti də belə baxırsan ki, indi boylu buxunlu oğlanlar da deyirəm, girib nə komment yazım onun altına. Şəxsilərinə yazıram ki, sizin boyunuzdan mən utanıram. Amma siz özünüz öz boyunuzdan utanmırsınız. Birinci sözünüz varsa, narazıçılığınız varsa, normal bir şəkildə bildirin. Amma məni təhqir eləməyə heç kimin ixtiyarı yoxdur. Belə də ki, həqiqətən mənim hansısa sözümü bəyənmirsinizsə, mənim yerim bəlli, ünvanım bəlli, efirim bəlli. Gəlin, çıxın qarşıma deyil. Amma onların hələ bircəciyi gəlib qarşıma çıxıb deməyib ki, Səidə xanım, sizin bu fikrinizlə razılaşmıram. Və bəzən mənə yaxınlar, doğmalar, həmkarlar deyir ki, verin məhkəməyə də və siz onlardan təzminat ala bilərsiniz. İstəyir məhkəmə sistemində olan əməkdaşlar olsun, istəyirsə də ki, Azərbaycan polisini özünə hörmət etməyən adamlar üçün əziyyətə salmaram. Gerçəkdən yanaşmam budur. Çünki adam onsuz da kimliyini qoyur da ortalığa belə bir paylaşım etməklə. Ona görə hüquq mühafizə orqanına müraciət etməyə ehtiyac varmı? Bəllidir adamın həyat tərzi, bəllidir adamın həyatdakı kriteriyaları. Heç onlara bir saniyə ayırmağa ehtiyac yoxdur. Yəni, o bir saniyə onlar üçün hətta dəyərdir. Ona görə də indi bu sosial şəbəkələrdə belə, nə bilim, canavara dönənlər var. Amma ki, deyirsən ki, gəl özümə denən sözü, necə deyərlər, ilim, itirlər, daha bir də onları tapa bilmirsən.